Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Nəhayət ki, çətin də olsa Xiaomi 17 Pro-nu ta Çindən tapıb Azərbaycana gətirdim və bu videoda tam tərəfsiz, müsbət və mənfi detalları ilə geniş bir şəkildə internetin altını üstünə gətirən və elə ən az iPhone 17 seriyası qədər danışılan bu smartfon haqqında tam tərəfsiz icmal təqdim edəcəm. Videonun sonunda da bu cihaz mənə neçəyə başa gəldi, onu da göstərəcəm. İlk olaraq ondan başlayım ki, Xiaomi 17 Pro və Pro Max-ın bu qədər çətin tapılma səbəbi smartfonların hələ ki qlobal olaraq yox, sadəcə Çində təqdim olunmasıdır. Hətta iddialar gəzir ki, brend bu modellərin qlobal variantını təqdim eləməyəcək, yaxud başqa seriya ilə məhz 2026-cı ildə Mobil Dünya Konqresində dünya bazarına çıxaracaqlar. Hər halda yaşayıb görərik. İndi əsas mövzumuz arxasında olan bu böyük ekranı ilə innovasiyada adından söz elətdirən Xiaomi 17 Pro-dur. Gəlin lap əvvəldən başlayaq. Xiaomi niyə belə bir adlandırmaya keçid elədi? Bu brendin flaqman xəttini izləyənlər bilir ki, ötən il Xiaomi 15 seriyası təqdim olunduğu üçün bu il 16 seriyası gəlməli idi, amma gəlmədi. 15-dən birbaşa 17-yə keçid elədilər. Üstəlik bu da azmış kimi Apple-ın iPhone-larda istifadə etdiyi adlandırma Pro və Pro Max-ın sonluqlarını götürdülər. Yəni bir növ iPhone 17 Pro Max-dan iPhone sözünü çıxarıb qarşısına Xiaomi-ni yazdılar. Bu iki cihazın bir-birinə olan inanılmaz oxşarlıqlarını da nəzərə alıb rahatlıqla demək olar ki, Xiaomi burada Apple-dan ilhamlanmayıbdı, elə birəbir kopyalayıb. Sözsüz ki, bu icmalda danışacağımız arxa ekrana keçmədən öncə birinci iPhone-la oxşarlıqları barəsində danışmaq istəyirəm. Bu gördüyünüz kameradası bu ilin trendi olacaqmış kimi görünür. Bəli, iPhone həmişə bazarda trendləri müəyyən edir, amma və lakin Xiaomi hələ Poco X5 Pro-da iPhone-dan əvvəl belə bir dizayn istifadə eləmişdi. İndi gəl Xiaomi-yə de ki, Apple-dan kopyalamısan. O da sənin qarşına Poco-nu qoyacaq və deyəcək ki, bax kim kimdən kopyalayıbdı. Hansı ki, elə bu il Apple-da olan kosmik narıncı rəngi də bir neçə il əvvəl Samsung tərəfindən təqdim olunmuşdu, amma Apple-dan bir trend halına gəldi. Bax, məhz Apple fərqi budur. Apple əslində nəyisə ilk eləmir, sadəcə eləyəndə hər kəs ondan danışır deyə düşünülür ki, bu ilkdir. Xiaomi-nin başına gələni bir növ manipulyasiya da adlandırmaq olar. Amma yox, Xiaomi o qədər də məsum deyil, çünki onların həm bu 17 Pro-su, həm də Pro Max-ı elə iPhone 17 Pro və Pro Max ölçüsündədir. Hətta absurd bir şəkildə iPhone-un кейsini bunda, bunun кейsini iPhone-da istifadə eləmək olar. Biraz gülməlidir. Xiaomi 17 Pro və Pro Max iPhone-lar kimi müvafiq olaraq 6.3 düym və 6.9 düym ekran ölçülərində təqdim olunubdu. Gövdə alüminiumdan, arxa panel isə Dragon Crystal adlanan olduqca premium hissi yaşadan şüşədən hazırlanıbdı. IP68 sudan və tozdan qoruma sertifikatı da öz yerində. Sözsüz ki, dizaynın ən gözəl elementi bu arxa kamera blokunda yerləşdirilən 2.7 düymlük ekranıdır. Bütün dünya və texnologiya həvəskarları bundan danışır. Sözün açığı bunun bir hype və yararsız bir hissi olduğunu düşünürdüm, ta ki toxunub özüm istifadə eləyənə qədər. Bəli, bu ekran həqiqətən innovasiyadır və gözəl hazırlanıbdır. İndi bir-bir izah eləyirəm. Birincisi, bu ekran öndə olan ekran paneli ilə eyni göstəricilərdədir. LTPO tipli AMOLED, 120 Hz tezlik, 3500 nits parlaqlıq, Dolby Vision və HDR-VV texnologiyaları. Bu mənim çox xoşuma gəldi. Yəni arxada yola verilmiş 60 Hz-lik tutulan və yavaş bir panel yoxdur. İkinci məsələ, Xiaomi qatlanan smartfonlardakı kimi arxaya kamera yerləşdirməklə arxa kameraları ön kamera kimi istifadə imkanını yaradır. Yadınızdadırsa mən həmişə deyirdim ki, qatlanan telefonların əsas üstünlüyü odur ki, arxa kameranı ön kamera kimi istifadə edə bilirsən. Amma burada incə məsələ var. Xiaomi tərəfi bunu smartfonu qatlamadan eləyibdi. Üstəlik də 8 mm-lik incə bir gövdədə. Bu həqiqətən məni düşündürdü. Sadəcə sağa sürüşdürürsən ekrandan və kameraya keçid eləyir. Bu ekrandan 4K 60 FPS video hər 3 kamera ilə portret foto çəkmək olur. Bunu niyə xüsusi olaraq qeyd edirəm? Çünki qatlanan smartfonların bir çoxunun qapaq ekranında foto və video limitləmələrlə olur. Kameranın bütün imkanlarından istifadə edə bilmirsən. Amma Xiaomi burada heç bir məhdudiyyət qoymayıbdı. Nümunə olaraq göstərim. Arxa ekrandan kameranı açıram, keçirəm 0.7x-ə və sanki GoPro ilə video çəkirmiş kimi vlog tərzində özümü görərək video qeydə aparıram. Bu həqiqətən vlog və selfie keyfiyyətini bir üst səviyyəyə qaldıran yararlı bir imkan halına gəlibdi. Bu ekranı gözəl eləyən bir digər detalda təbii ki, daimi açıq ekran xüsusiyyəti ilə çox sayda fərdiləşdirməyə uyğun ekran animasiyalarının olmasıdır. Məsələn, mənim ən sevdiyim saatları smartfonun arxa ekranına yerləşdirməkdir. Bunun sayəsində telefon masanın üzərində olanda da arxadan saatı görmək olur və çox gözəl animasiyalı, mexaniki, hətta Apple-ın dizayn tərzində hazırlanmış saat üzləri var. Hamısını da dəyişmək və fərdiləşdirmək olur.
İstəsək bu ekrana heyvanlar, təklif olunan süni intellekt fotoları, öz fotomuz, adımız, qaleriyadan hansısa xoşumuza gələn şəkildə qoymaq olur. Uzun sözün qısası, kənardan diqqət çəkən, göz oxşayan bir element kimi smartfona əlavə gözəllik qatıb və məncə dəyər yaradıbdır. Qətiyyən bu cihaz qulaqda olanda ucuz smartfon təəssüratını yaşatmır, əksinə diqqətləri cəlb eləyir. Lakin hər şey bununla bitmir. Bu balaca ekrandan bildiriş paneli kimi də yararlanmaq olur. Əslində smartfon qutusundan çıxanda belə bir özəlliyi yox idi. İstifadə müddəti ərzində sonradan yenilənmə kimi göndərdilər. Hansı tətbiqləri dəstəklədiyini ekranda görürsünüz. Telefon danışıqlarında, taymer işləyəndə, musiqi dinləyəndə, taksi yolda olanda, xəritədə hərəkət edəndə arxada bu formada əks olunur. Yəni belə deyə bilərəm, Xiaomi arxa ekranı iPhone-ların dinamik adasına çeviribdi. Ehtimal eləyirəm ki, növbəti yenilənmələrdə bu imkanı dəstəkləyən applərin sayı da çoxalacaq. Ümumi olaraq mən bu ekranı bəyəndim və innovasiya adlandırmaq olar. Hətta belə deyim, bunu Apple eləsəydi, elə belə deyilərdi. Həm dizayn, həm vizuallıq, həm funksionallıq mənə o dəsti xətti xatırlatdı. Xiaomi də bunu Apple-dan əvvəl etdiyi üçün təbrik edirəm. Bəlkə də 3-4 il sonra Apple bunu eləyəcək və bizə innovasiya adı ilə təkrar satacaqlar. Biz də deyəcəyik ki, yox qaqa, Apple ilk eləmişdi, hamı ondan kopyalayır. Gələk bu smartfonun fantastik olan ikinci detalına. Yəqin ki, artıq özünüz təxmin elədiniz, söhbət batareyasından gedir. Bu adamlar 8 mm-lik gövdəyə, Pro-da 6300, Pro Max-da 7500 mAh-lıq batareya sığdırıblar. Bir sözlə fantastika. Təbii ki, onlar bunu son illərin trendi olan silikon karbon texnologiyasına borcludular. Apple və Samsung bu texnologiyaya keçməyə tələsməsə də, artıq Xiaomi və Honor çoxdan keçibdi və rəqabət üstünlüyü əldə ediblər. Bu göstərici də azmış kimi 100 Watt-lıq naqilli, 50 Watt-lıq naqilsiz sürətli enerji yığma dəstəyi ilə təmin olunubdu. Təbii ki, test elədim. Enerji 1% olanda maksimal sürətlə naqilli formada 15 dəqiqə ərzində batareyanı enerji ilə təmin elədim və bu müddət ərzində smartfon nə az nə çox düz 45%lik enerji topladı və testin sonunda smartfonun istiliyini də yoxladım. Çünki 100 Watt-lıq enerji qəbul eləyir, qızmalıdır normalda. Bu göstərici 38 dərəcə oldu. Düşünürəm ki, 100 Watt-ın qarşılığında 38 dərəcə kifayət qədər yaxşı rəqəmdir. Yəni fantastik isinmədən söhbət getmir burada. Bir əlavəni deyim, həm Pro, həm də Pro Max özündən naqilsiz formada 22,5 Watt-lıq enerji ötürə bilir. Bu göstərici sizə zarafat gəlməsin. Hazırda evinizdə olan əksər powerbanklardan sürətli göstəricidir. Yəni Xiaomi 17 Pro öz belində iPhone-u tam şarj eləyə bilər. Həm də sürətli formada. Həqiqətən bu batareya məsələsində Çinlilər rəqibləri ilə aranı açmağa başladılar. Texniki hissə ilə davam eləyək. Xiaomi 17 Pro və Pro Max təqdim olunar olunmaz elə yenicə təqdim olunan Snapdragon 8 Elite Gen 5 çipini aldılar. Bu 3 nanometrli arxitekturalı prosesor təqdim olunan kimi Apple-ın yeni A19 Pro-suna gözdağı verdi. Tək nüvəli testi və enerji effektivliyi istisna olmaqla çox nüvəli Geekbench və Antutu testində A19 Pro-nu qabaqlaya bildi. Bu müqayisə əslində başqa bir videonun mövzusudur. Həqiqət isə odur ki, Xiaomi 17 Pro və Pro Max bir nömrəli performans canavarıdır. Görək, yanvar ayında Samsung buna nə ilə cavab verəcək? Qeyd olunan bu setin yanında 16 GB-lıq DDR5X tipli RAM, 256 GB-dan 1 TB-a qədər daxili yaddaş seçimi və UFS 4.1 sürətli yaddaş standartı var. Qutusundan Android 16 ilə çıxır, amma ROM-u Çindir. Smartfon hələ ki yalnız Çin bazarında təqdim olunduğu üçün belədir. Heç bir Google həlli smartfona quraşdırılmış formada gəlmir. Amma bu o demək deyil ki, Google həllərini dəstəkləmir. Yəni Huawei kimi deyil. Sadəcə öz mağazasından Play Store tapıb yüklədim və bütün lazım olan tətbiqləri də birbaşa Play Store-dan smartfona quraşdırdım. Öz telefonumda istifadə elədiyim hər bir şey işlədi. Hətta Google Pay ilə ödənişləri NFC vasitəsilə etmək də mümkün oldu. Şəxsən yoxlamışam. Sadəcə mənfi tərəfi Çin regionu olduğu üçün SIM-i dəstəkləmir və daxilində çox sayda Çin tətbiqi quraşdırılmış formada qutusundan çıxır. Bunlardan hətta bəzilərini silmək belə olmur. Eləcə də qlobal tətbiqlərdən gələn bildirişlərdə gecikmələr ola bilər. Bunu deməkdə əsas məqsədim odur ki, izləyicilər məndən çox soruşur. Smartfonu Çindən alsaq burada işləyəcəkmi? Bəli, demək olar ki, hər şey işləyir, amma nəzərə alın ki, daxilində olan Çin ROM-udur. Qlobal yenilənmə siyasəti fərqlidir. Daxilində çox sayda Çin tətbiqləri Çin dilində var. Bəzi proqramlar nadir hallarda da olsa dəstəklənməyə bilər. Uzun sözün qısası, biraz əl gəzdirib funksional hala gətirmək olur. Gələk kameralara. 17 Pro və Pro Max-da biri ön, üçü arxada olmaqla 4 kamera var və hər birinin dəyəri 50 megapikseldir. Arxada olan 3 kameradan əsas və telefoto olanı ekranın düz sol kənarında. Ultra geniş bucaqlı olanı isə bu adadan kənar aşağıda yerləşdirilibdir. Bu 3 kameranın hər üçü
Alman brendi olan Leica ilə əməkdaşlıq çərçivəsində xüsusi təkmilləşdirmələr əldə ediblər. İllərdir Xiaomi bu brendlə ortaqlı iş görərək yaxşı çəkim effektləri təqdim eləyir. 23 mm-lik f1.7 diafraqmalı ana kamera, dual piksel avtofokus və OIS dəstəyinə sahibdir. Düz altında yerləşdirilən 5 qat optik yaxınlaşdırmalı periskop telefoto kamerası da 115 mm-lik focal lens görüntüsü verərək minimal f3.0 diafraqma ilə görüntüləri emal eləyə bilir. Xatırladım ki, iPhone 17 Pro-da bu kamera 4 qat optik yaxınlaşdırma eləyə bilir. OIS və PDF avtofokus dəstəyi eyni ilə bu kamera üçün də keçərlidir. Hər 3 kamera ilə çəkdiyim adi portret və gecə rejimində olan fotoları sizlərə ekranda təqdim edirəm. Ultra geniş bucaqlı kamerada bu arada eyni megapiksel göstəricisində və f2.4 diafraqma genişliyindədir. Mənə soruşsanız, bir Android kimi çox yaxşı foto keyfiyyətinə sahibdir. Xüsusən də Leica effektləri ilə möhtəşəm görüntülər çəkmək olur. Amma şəxsi yanaşmama qalsa, məncə kamera məsələsində iPhone 17 Pro və Pro Max daha yaxşıdır, xüsusən də video tərəfində. Doğrudur, hər 4 kamera ilə də 4K 60 FPS video çəkmək olur. Hətta əsas kamera 8K 30 və 4K 120 FPS videonu dəstəkləyir. Bunlar fantastik rəqəmlərdir. Amma düşünmürəm ki, indiki sosial media məzmununun keyfiyyətində 4K 60 FPS-dən yuxarısı kiməsə maraqlı olsun. Odur ki, video stabilizasiyasını da nəzərə alıb mən iPhone-u seçərdim. Amma yenə qeyd edirəm, bu mənim fərdi yanaşmamdır. Xiaomi 17 Pro və Pro Max çox gözəl foto və video qeydə ala bilir. Qiymət müqayisə eləyəndə də adam birmənalı olaraq seçimi Xiaomi-dən yana eləmək istəyir. Lakin həqiqət belədir ki, iOS-da olan optimizasiyaya hələ ki Android cəhbəsində çatan yoxdur. Xiaomi-nin bu tərəfdə tək üstünlüyü arxa kameraları ön kamera kimi istifadə etmə imkanı ola bilər. Ekranda arxa kameraları ön kamera kimi istifadə edərək çəkdiyim məzmunları sizlərə təqdim edirəm. Sözün açığı ən yaxşı selfilərim ola bilər bu görüntülər. Leica effekti ilə çəkilən selfilər çox möhtəşəm alınıbdır. Selfiedən danışmışkən öndəki kamera 50 megapikseldir. Müxtəlif işıqlandırmalarda bu kamera ilə çəkdiyim fotolarda ekranda görürsünüz. Mən 4K 60 FPS video dəstəyinin olmasını da nəzərə alıb deyə bilərəm ki, Xiaomi 17 Pro birmənalı olaraq qiymətinin sonuna qədər haqqını verən kamera sisteminə sahibdir. Sonda bilirəm ki, rəydə hamınız soruşacaqsınız ki, smartfonu neçə aldın? Bu Xiaomi 17 Pro-nun 16 RAM və 256 GB-lıq daxili yaddaşlı versiyasıdır. Çindən rəsmi olaraq 5999 yuan aldıq. Azərbaycan manatı ilə desəm 1432 manat. Gömrük qaydalarına görə poçtla yox, üzərimizdə gətirdik və $800 ödənişsiz gətirmə limitindən yararlandıq. Keçmədi demək olar. Uzun sözün qısası, qeydiyyatı və rüsumları ilə birlikdə 1550 manata başa gəldi bu cihaz. Məncə çox möhtəşəm rəqəmdir performansına və göstəricilərinə görə. Bax, bu qiymətə belə performanslı cihazı 3000 manata satılan iPhone 17 Pro ilə müqayisə eləyəndə ciddi fərq ortaya çıxmış olur. İndi isə söz sizdədir. Sizcə bu qiymətə Xiaomi necə bir smartfon hazırlayıbdır? Rəydə fikirlərinizi bölüşün. Əgər icmal və tərəfsizliyimi bəyəndinizsə, videonu bəyənməyi və dostlarınızla paylaşmağı da unutmayın.